insanın o iman üstünlüyünə görə onun imtahan dərəcələrdə fərqli olur. Yəni imanı zəif olanın imtahanı da az olar. Amma o güclü xarakterə malik olan, iradəyə malik olan, imanı güclü olan insanların imtahanları da, yəni Allah dostlarının, övliya, övsiya, ənbiya, əimmə, peyğəmbər, məsum imamlara baxsa, onların imtahanı ilə sənin, mənim imtahanım bir deyil. Məsələn, İmam Hüseyin əleyhissalamın imtahanına bir diqqət eləyək. Nümunə olaraq qeyd edirəm. Çoxlarımız onun həyatını bildiyimiz üçün bu misalı çəkirəm. Üzr istəyirəm. Övladımız xəstə olanda canımızı qoymağa yer tapmırıq. Biraz naxoşlayanda, gecənin bir vaxtı olanda məsələn də çarəsiz qalmısan, qızması düşmür, hərarəti var, narahatdır. Təsəvvür edək, biz bəzən onun naxoşlanma, xəstələnmə sınağına, imtahanına tab gətirmirik. Amma İmam Hüseyin əleyhissalamın gözü qabağında Əli Əkbər kimi Norəsdə cavan balasını tikə-tikə doğrayıblar. 6 aylıq qundaq Əli Əsqəri susuzluqdan almaq üçün aparır, amma su əvəzinə onu qanına boyayırlar. Bu imtahan sən mənim üçün təsəvvürü belə ağır gəlir.